Ombudsman aparatı sahibkarlıq subyektlərində insan hüquqlarının pozulması hallarını araşdıra bilmir. Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva Milli Məclisdə insan hüquqlarının qorunması haqqında məruzəni təqdim edərkən dedi. Ombudsman bununla bağlı qanunvericilikdə dəyişiklik edilməsini təklif etdi. Əvvəlki illərdə olduğu kimi sahibkarlıq subyektlərində işçilərin əmək hüquqlarının pozulması faktları üzrə araşdırmaların aparılmasında ciddi çətinliklər yaranmışdır. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası qanununun tələbləri əsas gətirilməklə bu qəbildən olan şikayətlərin araşdırılması demək olar ki, mümkün olmamışdır. Odur ki, həmin qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına sahibkarlıq subyektləri tərəfindən insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının pozulması hallarında şikayətlərin araşdırılmasını birbaşa nəzərdə tutan dəyişikliklərin mümkün qısa zamanda edilməsi zəruridir. İşə götürənlər tərəfindən iş axtaran şəxslərin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi probleminə də diqqət artırılmalıdır. Səbinə Əliyevanın daha bir təklifi özünə məşğulluq proqramı ilə bağlı oldu. Onun sözlərinə görə, aztəminatlı ailələrin maddi yardım asıllığından azad edilməsində əhəmiyyətli rolu olan özünə məşğulluq proqramına əlçatanlığın asanlaşdırılması məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Ombudsman hesab edir ki, özünə məşğulluğa cəlb edilən şəxsin aktivlərlə təmin olunması ilə bağlı müddətin müəyyən edilməsi, habelə özünə məşğulluğa cəlb olunmuş şəxsin aktivlərlə təmin olunmasına qədər onun məşğulluğun digər formasına yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi üçün məhdudiyyətin aradan qaldırılması məqsədə müvafiqdir. Səbinə Əliyeva ünvanlı dövlət sosial yardımının təyin edilməsinə, icbari tibbi sığorta xidmət zərfinin genişləndirilməsinə də toxundu. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciətlərlə əlaqədar ailənin maddi məişət şəraitinin müəyyənəsinin aparılması üçün qanunvericiliklə son müddətin və ya müddət aralığının müəyyən olunması az təminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynaya bilər. Sağlamlığın qorunması hüququnun səmərəli təmin edilməsi istiqamətində əhəmiyyətli islahatların aparılmasına baxmayaraq, hələ də bu sahədə müəyyən çətinliklər qalmaqdadır. İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsi, həmin zərfə daxil olan xidmətlər çərçivəsində ambulator müalicə alan şəxslərə yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması məqsədi ilə zəruri tədbirlərin görülməsi, eyni zamanda ölkəyə ixal edilən dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlamlığın qorunması hüququnun effektiv təmin olunmasında olduqca vacibdir. Ombudsman hesab edir ki, vətəndaşların layiqli həyat şəraitinin və sosial bərabərliyin təmin edilməsində mənzil hüququnun əhəmiyyətli rolu var. O, ölkəmizdə bu hüququn təmin edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər sırasında əhali üçün maddi cəhətdən əlverişli olan yaşayış binalarının tikintisinə dəstək verilməsini xüsusi qeyd etdi. Lakin sənədsiz evlərlə bağlı problem hələ də aktuallığını qoruyur. Vətəndaşların layiqli həyat şəraitinin və sosial bərabərliyin təmin edilməsində mənzil hüququnun əhəmiyyətli rolu vardır. Ölkəmizdə bu hüququn təmin edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər sırasında əhali üçün maddi cəhətdən əlverişli olan yaşayış binalarının tikintisinə dəstək verilməsi xüsusi qeyd olunmalıdır. Bununla belə, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə güzəştli ipoteka kreditinin şərtlərinin yüngülləşdirilməsi, mənzil fondunun dövlət uçotu qaydasının təsdiq edilməsi prosesinin və çox mənzilli binaların idarə edilməsi qaydasının müəyyən edilməsinin sürətləndirilməsi məqsədə müvafiq hesab olunur. Bir sıra şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədi ilə özbaşına tikililərin və ya yeni tikililərdə olan mənzillərin
dövlət qeydiyyatına alınma prosesinin sürətləndirilməsi də zəruridir. Ombudsman alimentlə bağlı məhkəmə qərarlarının icrası metodlarının təkmilləşdirilməsini də təklif etdi. Onun sözlərinə görə, ünsiyyət tələbinə dair məhkəmə qərarlarının icrası zamanı tərəflər və icra məmurları uşaqların mənafelərinin üstünlüyü prinsipini nəzərə almır ki, bu da onların psixoloji durumuna neqativ təsir göstərir. Səbinə Əliyeva hesab edir ki, həmin qərarların icrası metodları da təkmilləşdirilməli, icra prosesində psixoloqun iştirakı təmin olunmalı, bununla bağlı qanunvericiliyə zəruri dəyişikliklər edilməlidir.